Salam əziz dostlar, yoldaşlar. Bir həftə aradan sonra podkastımızın 8-ci seriyası ilə qaldığımız yerdən davam edirik. Bugün mahnıyla başlamadım. Çünki bugün mövzumuz smartfon və internetlə bağlıdır. Bu haqda mahnı tapa bilmədim. Bunlar nisbətən müasir anlayışlar olduğuna görə də bu haqda mahnı nisbətən azdır. Bu bir dənə mahnı var idi, tapdım bu haqda, telefon haqda. Qaraqız zənlə. Bunu da ifa eləməyi özümə rəva bilmədim. Onu dinləməyi də sizə rəva bilmədim. Bəli, bugünkü mövzumuz smartfon və internetlə bağlıdır. Daha dəqiqləşdirsək, keçmiş zamanda smartfonlar və internet olsaydı, həyat necə olardı və bugünkü günümüzə necə təsir edərdi və hal-hazırki dövrdə smartfonlar və internet olmasaydı, nələr baş verərdi? Başlıq əvvəlcə keçmiş zamandan. Smartfonlar və internet keçmiş zamanda olsaydı, qardaş, fəvqəladə bir hadisə baş verərdi. Deyim nə? Bir dənə də olsun ateist, deist olmazdı. Başa düşmədiniz, izahlayayım. Təsəllən ki, Həzrəti Süleyman heyvanla danışdığı yerdə özünü video qeyd alır. Canını açır, bunu paylaşır. Bunu görən hamı da dini imana gəlir ki, qardaş, bu Həzrəti Süleyman heyvanla danışır, fakt var, ortadadır, bu görünəndir, bu indiki zamana kimi gəlib çıtardı və bir dənə də test olaraq qalmazdı. Ya da ki, Musa Peyğəmbər suları yaranda, hanası bil qaqaş, daldaş telefonla bunu çəkərdi, dalınca düşərdilər Musa Peyğəmbərin və yaranmış suyun ortasına keçərdilər. Bu da indiki zamana kimi gələrdi, yaxud o dövrdə status şəklində WhatsAppda paylaşırlardı, Instagramda, TikTokda, X'da, köhnə Twitterdə, yəni Telegramda falan da paylaşırlardı. Bir dənə də olsun ateist olaraq qalmazdı. Ya da ki, İsa Peyğəmbərə keçək. İsa Peyğəmbər bildiyimiz kimi 5-də danışır. Desən ki, bir uşaq 5-də danışır. Anası nə edin ki, o dövrdə? Naxal telefon götürər, başda bunu danışmağını çəkməyə. Sonra da qoyar bunu statusa, ya da ki, TikTok canını açar, bunu paylaşar. Statusa, oy, maşallah, uş, falan şəhlər atılırdı. Yaxud TikTokda mən əminəm ki, bu video paylaşılsaydı, ən azı ona 10-15 dənə şiir hədiyyəsi gəlmiş olardı. Ya da İsa Peyğəmbər gəlir, yerdəki ögey atası ona telefon alır. O da kör və digər xəstələri sağaltdıqca bunu öz səhifəsində paylaşır. İndi bilmirəm, hansı sosial şəbəkədən istifadə edərdi. Öz səhifəsində paylaşır. Və hamı mətməətdə qalır, hamı buna inanır, hamı bunu görəndən sonra hamı dini imana gəlir. Ya da təsəvvürləyin ki, bu İsa Peyğəmbər gedir bir ölünü dirildir. Bundan o tərəf varmı? Ölünü dirildir və bunu paylaşır. Siz bu paylaşımı görəndən sonra ateist olaraq qalardınızmı? Qalmazdınız. Bunu da keçək. Bildiyimiz kimi İsa Peyğəmbər çarmıxa çəkilir, 3 gün sonra dirilir, davamçıları xəbərlərin gözünə görünməyə başlayır. Təsəllün ki, həmin o ölən, çarmıxa çəkilən İsa Peyğəmbər 3 gün sonra görəndən sonra ona xəbərləri, davamçıları bir selfie çəkir. Selfie çəkəndə, gün canlı görəndə, ya da ki bunu canlı platformada canlı açanda, görəndə bir dənə də ateist olaraq qalarmı? Qalmazdı. Biraz keçək müasir dövrümüzə. Məsələn, kinolara keçək. Məsələn, evdə qalan tək var o kino, Çulkun çəkildiyi 1990-cı ildə ilk seriyası çəkilmişdi. İkinci seriyasında Çulkun çəkilmişdi, növbəti seriyada Çulkun çəkilmişdi. 3, 4, 5, 6 və deyəsən səbəbimizdə 7, 8 də var. Bunlar çox maraqsızdır. İlk 1-2-dən aşağı, daha doğrusu 1. Birin ilk 15 dəqiqəsində smartfon və internet olsaydı, kinonun qalanı çəkilməzdi. Necə? Doğru ki, Çulkun bilirsiniz ki, axşam adını eləyir, atası onu göndərir dama, anası onu yürür dama və uşaq da diləyir ki, anam atam olmasın. Səhər-səhər qaqaş durur yuxudan, gedir tualetə, suyu çəkir, əlini yuyur, mama yoxdur heç kim, ata heç kim yoxdur. Çünki bunların manası atası işıqlar sönüb, budnik çalmayıb, qaça-qaça ilə çıxıblar, yaddan çıxıb bu qaqaş qalıb evdə. Qaqaş nə yerdi? Mamasını zəng eləyəcək çatmazdı, atasını zəng eləyəcək çatmazdı, WhatsApp deyəcəkdi ki, nə vaxt internet olarsa görsünlər. İnternet olan kimi görən kimi anası zəng eləyərdi bibisinə, xalasına, əmisinə, hər hansı bir qohumuna ya da polisə, gəldi gid evə bax. Ya da ki, ona bir konum atardı, deyər ki, bu konuma abala get, botdan sifariş ver, Uber'dən sifariş ver, get bu adresə, bu sənə xalandır, bibindir, əmindir, dayındır, qohumundur, filan kəsdir.
Və 2015-ci qədər kino qutardı. Yaxşı, Türkiyə nadir işləyir. Heç telefonunuzda baxıb eləmir, heç anasında yazmır. O ki, bilir ki, gedir tutaq ki, haransa bir marketə, diş fırçası alır, diş pastası alır, nə bilim, gedir haransa bir gəzir. Oradan nəsə 100% paylaşım eləyərdi. Paylaşım elədikdə bunun qohumları görür ki, bu 100% olmalıdır, bunun Amerikada nə işi var? Naxadı buna zəng elədilər, evinə gedərdilər, tapardılar. Bir də oğlanla baş-başa qalmazdı. Kino da elə 10-15-ci qədər bitərdi və davamı da çəkilməzdi. Bir də danışaq Charles Perrault-dan. Charles Perrault 18-ci əsrdə yaşamış fransız yazıcıdır. Onun Cinderella əsəri var ki, 1899-cu ildə kino halına salınıb. Bizdə Küllicədir, rus dilində Zoluşkadır, rəsmi adı isə Cinderelladır. Bildiyiniz kimi bu bacılar tərəfindən zülmə məruz qalır, ögünəsən zülmə məruz qalır. Bir bala gedir və orada şənlikdə iştirak edir. 12 olduqsa qayıtmalıdır bu. Tapışqasının, əqqabısının biri qalır orada. Və gəlir evə və beləliklə kralın oğlu bütün kənd-bəkənd, şəhər-bə-şəhər gəzir ki, bu Cinderellanı tapsın. Amma həmin dövrdə smartfon və internet olsaydı, Cinderella naxadı nömrəsini verərdi. Ya da Facebook'un, Instagram'ı verərdi. Bunlar danışardılar, barışardılar. Cinderella evi qaçmalı olsa da, bir dənə konum atar ki, qaqaş, mən buradayım. Vəsyo, qaqaş da şəhər-bə-şəhər, kənd-bə-kənd gəzməzdi. Göbəlik xəstəliyin əqqabını bir qadına geyindirməklə bütün kəndə yaymazdı. Bir də deyim ki, keçmiş zamanda smartfon internet olsaydı, Postulyan daha az məşhur olardı və biz Postulyan Peçkin kimi bir məşhur personajdan mərhum qalardıq. Ya da keçək Azərbaycan kinosuna. Təxminə və Zar filmi. Hələ də həmin yəqin ki fikrində belə bir şey var ki, görəsən təxminə Zarın olması dediyi kimi falan şey imişmi, yoxsa ağılla başlı, namuslu bir ev qadın imişmi? Görəsən onun Spartakla hansı bir münasibəti var imişmi, yoxsa yox imişmi? Zar ən pis halda bunlar görüşəndə ənanlardı, mesajlarına baxardı, zənglərine baxardı, WhatsApp-ına baxardı. Həmin dövrdə təxmin olsun müasir qadını idi. Utanmaq yox, çəkinmək yox. Facebook'da, Instagram'da, nə bilim X-də, Telegram'da, WhatsApp-da falan şəkillər qoyardı. Ya da münasibətli olub-olmağını yazardı. Spartak da altına yəqin ki, öz münasibətlərini ifşa edən falan şeylər yazardı. Ən pis halda isə Zaur bir fake profil açardı ki, görəsən bu təxminə həmin yolun yolcusu yoxsa yox, buna tanışılma təklif edirdi, hepsi təklif edirdi. Təxmin həmin yolun yolcususa 100% qəbul edirdi. Bunlar hamısını çıxaq bir qırağa. Həmin dövrdə smartfon və internet olsaydı, təxminə də biraz əl sürüşkən olsaydı, həm də məşhur insan daxı. Televiziyada falan verilişlər aparır, məşhur rejissorla dostluqları var, tanışdıqları var, ətkəsənlə tanışdıqları var. Həmin dövrdə bir dənə xırda xətası düşərdi Telegram'da ifşa kanallarına birinə, təxminə eləcə ifşa olardı, biabır olardı, Zarın olması ya haqlı çıxardı, yerdə ki bunlar heç birisi olmazdı, Zarın olması haqsız çıxardı və Zarın ürəyində olan şübhələr gedərdi və təxminə ilə münasibət qurmağa başlayardı. Ya da ki sehirli xalat kinosu. Dostlar ki bu sehirli xalatdakı bu qaqaş keçmiş zaman gedən vaxtı həmin yerdən inanmır da bu keçmiş zaman yoxsa yox. Video açır, canlı açır, tutaq ki YouTube'a girir, tutaq ki Instagram'a girir, tutaq ki də falan sosial şəbəkəyə girir. Həmin dövrdə canlı efirlərdə köhnə şahlar, krallar ya da klonlar canlı paylaşırdısa, bu əmrlərdir ki keçmiş zamandadır. Yox orada babaşı falan görsəydi, bilədi ki yox, keçmiş zamanda yox, öz dövründədir. Ya da ki bunlar ay uçurlar. Avruçanla yeməyərsən ilk zamanda. Orada şəkillər atarsan dostuna, tanışına, öz sinif yoldaşlarına. Sinif yoldaşına deyək ki, gəfa basma da, ayına da ki, indi ay uçub ki, sən də ay uçasan. Sən də deyirsən ki, bax şəkillərə bax. O deyir ki, fırama da məni, bir dənə konum at baxım. Sən də konum atırsan, bax orada ifşa olursan. Konum attığın yer, hər hansıda kino studiyo çıxır. Və beləcə məlum olur ki, sən aya uçmamısan. Hər hansı bir kino studiodan öz konumunu göndərmirsən. Bunlar keçmiş zamanda. İndi danışaq müasir zamandan. İndiki zamanda smartfon və internet olmasaydı nələr olardı? Belə deyim, mənim dostum aliment verməzdi.
Mənim belə izah edeyim sizə. Mənim bir zarafatımın nəticəsi olaraq hal-hazırda dostum 2 uşağa aliment verir. Maaşının üstə bir qədər aliment verir. Demək mənim qrup yoldaşım bizdən qrupda qız onsuz da sayı az idi. Bir qıza baxırdı patokda, yəni qrupların birləşdiyi yerdə bir qıza baxırdı. Mən də fikirləşdim ki, bu hansı qıza baxır, bizə qalxır. Zilləni gördüm ki, bir qız var, həqiqətən gözəl göçək qız idi, buna baxır. Mən də qərar verdim ki, buna zarafat edeyim. Və həmin qızın, onların bir Facebook qrupu vardı, qrup baba şəkilləri vardı, ümumi qrup şəkili vardı. Qızın şəklini götürdüm. Biraz orada həmin vaxt piksellər var idi, söhbət gedir 2010-14-cü illərdən. Həmin dövrdə smartfonlar bir o qədər yaxşı inkişaf eləməmişdi, ona görə də telefonların çəkiliş keyfiyyəti aşağı idi. Mən həmin şəkli götürdüm, pikselə görünməsin deyə ona bir balaca fon verdim, ağqar elədim və bir balaca da qırmızı tonlarla ya ki, qızın özü qəsdən onu düzəldib, bir dənə mobil nömrə aldım, WhatsApp açdım, WhatsApp-a qoydum həmin qızın foto şəklini, sonra həmin nömrə ilə, özüm açdığım nömrə ilə bu dostuma, qrup yoldaşıma yazmağa başladım ki, sən mənə nə istəyirsən? O da ki, mənim sənə xoşum. Bu da həqiqət inandı ki, buna yazam, mənim qrup yoldaşıma yazam, onun qrupda, patokda baxdığı qızdır. Nəsə bunun adına, qızın adına buna xeyli danışdım. Bu mənə bütün etiraf elədi, mənə şiir göndərir, mənə rəsm göndərir, mənə mahnı göndərir. Harisi 3-4 gündən sonra dedim ki, mənim. Bu da çox pis oldu, pərt oldu. Bu xəbər gedib çatar bunun baxdığı qıza. Bunun baxdığı qız da bilər ki, bu həqiqətən bunu sevir. O da bu qız oğlanla həqiqətən, mən zarafat edim, oğlanla həqiqətən danışmağa başlayırlar. Bunlar sevgili oldular. Üniversitetin 4-cü kursundan nişanlandılar. Sonra da evləndilər. Sonra da boşandılar. Hal-hazırda aliment verir. Yəqin ki, mən həmin zamanlarda zarafat eləməsəydim, indi nə onlar evlənmiş olardı, nə ki uşaqlar olardı, nə boşanmış olardılar, nə də dostum, qrup yoldaşım aliment verərdi. Smartfon olmasaydı, internet olmasa da bunların heç birisi baş verməzdi. Sonra nə baş verməzdi? Mənim qrup yoldaşım nənəsi pornoya baxmazdı. İnanmırsınız. Demək, mənim qrup yoldaşım o vaxt magistratura imtahan verirdi hamımız. 2014-cü ildə də belə bir qərar çıxmağa yaxın idi ki, magistr olanlar əskərlikdən möhlət hüququ alsınlar. Həmin vaxt olmadı, növbəti ilə ertələndi, amma həmin vaxt çox yüklənmə olduğu üçün magistraturada olan imtahan nəticələri gec oldu, SMS-lərə cavab verilmirdi, sayt çökmüşdü. Harisi 3-4 gün, deyəsən bir həftə yaxın cavablar çıxmadı, yüklənmə oldu. Bu yüklənmə olan vaxtda bizim o Facebook qrupumuz var idi. Biz danışırdıq. Mən buna şəxsdə yazdım ki, bu da çox əsgərə getməyə yox, çox narahat idi. Mən buna yazdım ki, qardaş, o sayt çöküb, bir porno sayt dedim, doshki.com adlı porno saytı var idi. O vaxt yəqin ki, yoxdur. Həmin saytı göndərdim ki, gir bura, nəticələr buradadır. Bu qrup yoldaşının nənəsi müəllimə idi. Bu da nənəsini də çağıran yanına bu saytı orki.com yazıb enterə basan kimi porno saytı açırlar və porno saytda da müxtəlif figurlar, qız məməsi, müxtəlif pozada oğlan, qız görünər və bunun mənim sayəmdə həmin qrup yoldaşının nənəsi pornoya baxmış olar. Sonra mənim əmim cavan qızla danışdığı ortaya çıxmazdı. Demək, mənim qardaşım telefon ustası kimi müəyyən müddət çalışır. Hal-hazırda başqa bir sahədədir, amma həmin müddət telefon ustası kimi çalışırdı. Mənim əmim ona telefonu gətirər, deyər ki, abala, bunun kodu mənim yadımdan çıxıb, bunun kodunu aç, zəhmət olmasa, ekran kodunu. Və oradakı olanların hamısını bir yaddaş diskinə yaz, telefonu formatlə, sonra təzən qaytar buna. Mənim qardaşım da özünün tələbi olduğu üçün şəkillərə bir baxar, səxran edir. Baxar ki, növbəti 4-5 şəkil bir cavan qız var. Yəni, çox cavan, bizdən də cavan bir qız var. Onun şəkilləri var. Yəni, biədəb şəkilləri var, açıq-saçıq şəkilləri var. Qardaşım bunu mənə dedi ki, belə bir şey var. Əmim, nəsə xoşum gəlmədi, əminlə. Bu hərəkət mənim heç xoşum gəlmədi. İstəyirəm özümdən danışam. Dedim, ki, fikir vermə. Yəqin də nəsə olur, ya bəlkə kimsə göndərib, ya bəlkə bu istəyənən olmayıb, kimsə buna məcbur göndərib. Deyir ki, yox, 4-5 dənə şəkil var idi, yəni bir şəkil olar, təsadüf olar.
Müxtəlif vaxtda gəlmiş 4-5 şəkil var idi. Dedim fikir vermə, düzələr. Nəsə üstündən biraz keçəndən sonra qardaşım bununla biraz əsəbi tonda danışıb, amma əmim bunu vecinə almayıb. Üstündən biraz keçəndən sonra bir yas yerində biz əmimlə görüşdük. Əmin oğlu da oradaydı. Baxdıq ki, əmin oğlunda əmin telefonu var. Soruşduq ki, bu nədir? Dedi ki, bəs atam telefonu mənə verib. Demə, bu telefonu istifadə edən bunun oğluymuş. Qızla danışanda bunun oğluymuş. Nəysə bu oğlan parolyadan çıxardıb mı, yatasını nəsə gizlətmək üçünsə, deyə parolyadan çıxardı. O da ona görə gətirmişmiş qardaşım yanına ki, onu şeylə. Amma nəysə bunun söhbət eləyəndən sonra mən tutdum ki, söhbət bunundur. Burada da bir iki dənə biədəb şəkillər var idi. Mən bilirdim bu şəkillərin haqqında. Gözüm görməsində qardaşım demişdi ki, belə-belə şəkillər vardı. Yəni bu təsadüf şəkillər deyil. Nəsə əmi oldu bizdən harasa 8 yaş balacadır. Həmin vaxt deyəsən instituta gedirdi. 2-ci kursa da 1-ci kursa instituta gedirdi. Dedim ki, bəs şeydir, sən qızla danışırsan, kağıtdan bizim gözündən oxudum. Dedim, sənin gözündən görünür ki, sən bir qızla danışırsan. Başdan bu qızın haqqında buna danışmaq ki, tutaq ki, bu qız belə sarışındır, bu belədir. Bu düzgün şeydir. Çox şey bilirsən. Dedim, əlimi tutdum ağzına tərəf. Dedim ki, sənin dilini çıxart. Mən çox şey biləm. Dilini çıxart, sən söz deyirəm. Dilini çıxart. Namus əsəbə işte bu da. İndi neyməyimsə. Əkisini əlini alıp dilini çıxartmamaq üçün, mən onun ağzını açmamaq üçün mənə təsir göstərirdi. Qardaşım da ki, bəs uşaqla məzələnmə. Oca qardaşım birini deyiləndən sonra əm uşağı oğlu rahat oldu ki, bu belə deyirsin, nəsə var. Dedim ki, biz mən heç nə bilmirəm, özünü yandırma, dil məsələsini özünü yandırma. Bəs əmin telefonda bir olar görüb qardaşım, elə bir kəmimdir. Başlayacaq adam eləmək ki, mənimdir, bəs atama deməyin, nəmləyin, bəs şeydir. Elə bildim görməmişsiniz, şəkillərin batandan sonra fikir vermişsiniz. Nəysə, beləcə biz əmin olduq ki, əmin cavan qızla danışmır. Amma hələ də şübhələ qaldı ki, ürəyimizdə. Görəsən, bizim əmmi oğlumuz dilin niyə gizlədərdi? Sonra nə baş verərdi hal-hazırda smartfon və internet olmasaydı? Məşhur Adəmi və Adəmin valideyni tanımamış olardıq. Babaşu tanımamış olardıq. Mən də ayda YouTube'dan 2500 manat qazanmamış olardım. Bugünlük bu qədər. İnşallah qismət olsa bir həftə sonra yenidən görüşərik. Təşəkkürlər, xahiş edirəm kanala abunə olun, iradlarınızı, təkliflərinizi komment şəkildə bildirin və videoları bir-bir bəyənin. Təşəkkürlər.